Çində sosial media platformalarında fəaliyyət göstərən influencerlar və kontent yaradıcıları üçün yeni tələblər qüvvəyə minib. Yeni qaydalara əsasən 25 oktyabr 2025-ci ildən tibb, hüquq, maliyyə və təhsil kimi həssas sahələrdə məlumat paylaşan şəxslər öz peşə ixtisaslarını və ya müvafiq təhsillərini təsdiqləməli olacaqlar. Tələblərə əməl etməyən şəxslər isə ciddi sanksiyalarla üzləşə bilər. Qayda pozuntularına görə 100.000 yuanadək təxminən 26.000 manat cərimə tətbiq oluna. Həmçinin hesabların fəaliyyəti məhdudlaşdırıla və ya tam bloklana bilər. Çin hakimiyyəti bu addımın əsas məqsədinin internet şəbəkəsində dezinformasiyanın yayılmasının qarşısını almaq və paylaşılan məlumatların keyfiyyətini artırmaq olduğunu bildirib. Bununla belə yeni qərar ictimaiyyət arasında fərqli reaksiyalara səbəb olub. Bəzi şəxslər bunu istifadəçilərin yanlış məlumatlardan qorunması üçün vacib addım hesab etsələr də, digərləri bu tələblərin ifadə azadlığını məhdudlaşdıra biləcəyini düşünür.